yaddaşı tamam zəiflədi. Yəni heç oğlunun qızının məsəl üçün tanımadı yaxşı, bizi tanımadı, evini tanımadı. Çox şeyləri heç gedə-gedə də bu şeylər dedik ki, yəqin ki anasına çəkir ya ötər keçərmi belə bir şey. Gedə-gedə tamam zəiflədi bu şeylər. Elə bir nitqi də ki, gedə-gedə təmiz nitqinə kimi tutuldu. Məsəl üçün, nəsə deyirdi, yeyirdi. Bax, elə sonra gedə-gedə o da olmadı. Bax, beləcə qalırdı. Məsəl üçün, koftasını çıxart deyirdim, mama çıxart deyirdim, koftasını çıxartmırdı. Allah canınızı sağ eləsin deyim. Allah ömrünüzü uzun eləsin deyim. Sizə nə qədər təşəkkür eləsəm, yenə də mən üçün o azdır. Yəni, sizin sayənizdə, bax, gətirdik, müalicə elədik. Belə mamam, yəni, məsələn, yenə deyirik ki, koftanı çıxarır. Mama gəl deyirik, gəlir. Otur deyirik, oturur, qalxır. Bizlə ünsiyyət qurur, danışır. Yəni, çox şeyləri, həkim, onu mən sizə başa sala bilmirəm. Yəni, o qədər yaxşılaşır. O qədər yaxşı, amma çox xeyri dəyibdir. Yəni, xeyri dəyməsə mən bugünkü günü yenə burada olmaram. Neçə ki, mamam sağdır, sizin yanınıza gələcək. Allah belə canınızı sağ eləsin. Allah şəfa versin. Çox sağ olun. Yenə də deyirəm, sizə nə qədər təşəkkür eləsəm azdır mənim üçün. Siz onu gündəlik həyatınızda hiss edirsiniz də yaxşılaşmağını ki, necə yaxşılaşdığını. Çox gözəl, xeyri deyib. Danışığı da deyirsiniz, yaxşılaşır. Elədiyi hərəkətlər də yaxşılaşır. Nəsə bir, tutaq ki, deyəndə bunu belə elə, bunu belə, onları da eləyə bilir də. Əvvəl amma eləyə bilmir. Yox, həkim. Bax, məsəl üçün deyirdik ki, mama, əyğini soğun, çəkələtini soğun, içəri gəl. Bax, elə bil ona çatmırmı deyim, bir siqnal çatmırdı beyninə. Bax, onları eləmirdi. Ancaq indi eləyir. İndi eləyir, elə mi? İndi bizim uşaqlarının adını deyir. Amma əvvəlcə biz sizinlə deyirdi, ay gəlin. Mən onun gəlniyəm, amma mən onun qızıyam.